58 yaşlı general təqaüdə göndərildi. Bizdə ümumiyyətlə hansı ki belə yüksək postda əyləşiblər, belə işləri çox yaxşıdır. Onlar heç vaxt təqaüdə çıxmaq istəmir, pensiyaya çıxmaq istəmir. Çünki ehtiyac yoxdur, sağlamdırlar, işlərini görə bilirlər. Uzun müddət saatlarla öz kreslolarında əyləşməyi bacarırlar, telefonla danışmağı bacarırlar, əmr etməyi bacarırlar. Ona görə də onlar düşünür ki, hələ bir 70-80 yaşa qədər öz vəzifələrini icra edə bilərlər, amma Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin rəisi general-leytenant Etibar İsmailov vəzifədən azad edilib artıq 58 yaşında. Təbii ki, bununla bağlı Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb və Etibar İsmailovu vəzifəsindən azad edib, təqaüdə yollayıb. Bilmirəm, deyim, təbrik edirəm, yoxsa təbrik etmirəm. Əsas odur ki, onun ürəyici olsun, Etibar müəllimin.